Məhərrəm ayında toy etmək günahdırmı və bu bədbəxt olmağa səbəbdirmi? Yoxdur bu barədə bizdə Quranda və yaxud da hədislərdə hansı bir dəlil ki, hansı bir gün və ya hansı bir ay toy eləmək olmaz. İslamda bu yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm bu barədə bizə xəbər verməyib və onun sahabeləri də. Bilirsiniz, yəni İslam tarixi böyük tarixdir. 1400 ildən çox bir tarixdir. Orada həm ağır hadisələr də olub, çətin də hadisələr olub, bədbəxt hadisələr də olub, həmçinin gözəl də günlər olub, gözəl hadisələr də olub, zəfərlər olub və s. Biz hər o günləri bir bayram və bir matəm eləsək, biz gəl hər gün bir matəm keçirdik. Bu da nə olacaq? Dini dəyişmək və dini çətinləşdirmək olacaq insanlar üçün. Ona görə baxın, burada mühüm məsələni başa düşmək lazımdır ki, Allah Subhanahu va Taala Quran-ı Kərimdə Maidə surəsində buyurur ki: "Əl-yevmə əkməltu lakum dinakum." Bugün mən sizin dininizi tamamladım. Yəni artıq Allahın dini Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında tamamlandı, onun son günlərində. Bundan sonra nəsə baş veribsə İslam tarixində, İslam ümməti ilə, bu dinə nisbət eləmək düzgün deyil. Bəli, biz bu hadisələri oxuyuruq, ibrət götürürük, başa düşməyə çalışırıq. Bu yaxşıdır. Lakin onları matəb eləmək və yaxud da ayrı bayramlar eləmək, bizdə İslamda 2 dənə bayram var. Başqa bir bayramlar eləmək düzgün deyil. Bu artıq dinə yenilik salmaqdır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mənim dinimə kimsə yenilik salsa, istər yeni bir bayram salsa, yeni bir ibadət, yeni bir matəm, nəsə salsa, onda bu ondan qəbul olunmayacaq. Və ümumiyyətlə İslam dinində matəm yoxdur. Matəm ayları, matəm günləri, bədbəxt günlər, nə bilim, toy keçirəcəksə, bədbəxt olacaqsə və s. Bu şeylər İslamda yoxdur. O sonra kimdənsə əlavə olunub. Allah da yaxşı bilir.